Herkese selamlar. Bugün sizlerle biz aldığımız malın ödənişini edəcəyik. Gəlin başlayaq. Ondan sonra daxil oluruq biz hesablara. Görək ki, bizim kimə nə qədər borcumuz var və hesabları formalaşdırmanı seçsək, görürük ki, bizim hələlik bank hesabımızda və kassa hesabımızda 35 minimiz var. Kassamızda 5 min, bankımızda isə 35 mindir və hələ ki heç bir ödəniş olunmayıb, çünki kredit tərəfimiz boşdur. Dövriyyə ərzində də, dövriyyə sonunda da. Kreditorumuza baxsaq, görürük ki, yəni mal satanımıza kredit tərəfimizdə 5 min var. Bu o deməkdir ki, biz hələ də kreditorumuza ödəniş etməmişik. Ona görə də bugün həmin o ödənişi edəcəyik. Sizlə ödəniş etmək üçün iki cür ödəniş öyrədəcəm. Birincisi qısa yolla ödəniş, ikincisi uzun yolla ödəniş. Birincisi qısa yol zaman istifadə edə bilərsiniz. Əgər artıq sizin bir bazanız varsa və avtomatik rahat yol axtarırsınızsa və uzun yolu bilirsinizsə, o zaman qısa yol sizə əlverişlidir və köməklik edəcək. Yox, əgər baza yoxdursa, o zaman uzun yolla getməniz tövsiyə olunur. Çünki uzun yolda təkcə siz ödənişi deyil, həmçinin oradakı kodları və bəzi xüsusiyyətləri öyrənəcəksiniz. Gəlin başlayaq. Birincisi qısa yolla izah edəcəm sizə. Alış hissəsinə daxil oluruq və burada mədaxil hissəsinə daxil oluruq və görürük iki də əməliyyatımız var. Avadanlıq almışıq və mal almışıq. Bizə indi avadanlıq lazım deyil, çünki o artıq kapital qoyuluşudur. Bizə indi mal satan ödənişi lazımdır ki, onu ödəyək. Onun üçün həmin hissəyə gəlirik. Bundan sonra nə edirik? Məhsul sağ hissəsində klikləyirik və belə mini pəncərə açılır. Burada BSO-nu tapırsınız. BSO deməkdir ki, bütün görəcəyiniz əllə aparacağınız məlumatları, dolduracağınız məlumatları bu qısa yoludur. Yəni biz bütün buradakı əməliyyatları qısa yolla edə bilərik, həm də uzun yolla. İndi bizə ödəniş edəcəyik. Əlbəttə ki, burada iki tip ödəniş var. Gördüyümüz kimi məxari xəzinə, mədaxil və yaxud da xəzinə ordeni. Bizdə burada əlbəttə ki, kassa ilə işimiz yoxdur, məxaric etməyəcəyik. Biz indi hesablardan edək, çünki bizim kassamızda 5 min var, hesabımızda 35 min var. Gəlin elə 5 mini 35 mindən ödəyək. Ona görə hesablaşma hesabına xaric olmadı. Bu bank deməkdir. Klikləyirik və belə pəncərə açılır və görürük ki, bizim əvəzimizə bütün məlumat doldurulub. Biz burada nə edəcəyik? Biz burada əsasən tarixi düzəltməliyik. Tariximizi də necə düzəldirik? Fakturasındakı tarixdə nə yazılıbsa, həmin o tarixi burada qeyd etməliyik və burada mədaxil tarixində həmin o tarixi fakturaya görə yazmalıyıq. Daxil olma nömrəsində yazmalıyıq. Biz indi əlbəttə ki, hesab fakturanı özümüz daxil etmə nömrəsini yazdıq özümüzdən. Amma real iş mühitində o Samsung tərəfindən və yaxud da hər hansı bir şirkət tərəfindən göndəriləcək və onu yazmanız mütləq şərtdir. Sonra isə nə gəlir? Biz nəyi düzəltməliyik? Biz əsasən düzəldəcəyik pul vəsait hərəkəti. Bunun üçün 3 dənə düyməni klikləmək lazımdır. Əgər bizim burada papkamız varsa, papkamıza daxil olub, burada kreditor borcumuz var, onu seçmək lazımdır. Yoxdursa əlavə etmək düyməsini sıxaraq təzədən yaza bilərsiniz. Bu nə üçün lazımdır? Pul əsasən pul vəsaitlərin hara getməsini göstərir. Yəni gələcəkdə biz vergidə bundan istifadə edəcəyik ki, bizim pullarımız hara gedib, nəyə xərcləmişik və s. kimi. Daha sonra nəyi yazmaq lazımdır? Daha sonra burada şərh yazmalısınız. İstəsəz bunu kopya eləyib bura paste eləyə bilərsiniz, yəni köçürə bilərsiniz. Və ən əsası da burada iki dənə gördüyümüz kimi boş bir xanalar var. Əgər bu ƏDV-ni depozit hesabına silib klikləsəz, burada avtomatik olaraq gördüyümüz kimi bizim ƏDV-miz var. 5000 borcumuz olsa da onun 762 manat 71 qəpiki ƏDV-dir. Əgər biz bunu klikləsək, bizim əgər ƏDV hesabımızda, depozit hesabımızda pul varsa, oradan avtomatik olaraq bu pulu siləcək. Yox, əgər bunu klikləməsək, o zamanı bizim pulumuz 223-dən silinəcək. Daha sonra, misal üçün, əgər ƏDV deyildirsə, bu seçə bilərsiniz ki, ƏDV-li deyil, 0 ƏDV-lidir və yaxud da biz ƏDV-sizdir. Burada müqavilələrdə gördüyümüz kimi avtomatik olaraq düşüb. Sol tərəf bizim olan məlumatlardır, sağ tərəf ödəyəcəyimiz şirkətin tərəfidir. Gördüyümüz kimi alan tərəfin düşüb Samsungdur.
onun bank hesabı düşüb, müqaviləsi düşüb və ən əsasıdır da görürük ki, kodlarımız düşüb. Yəni 531-imiz düşüb və onun yanında avans hesabı 43-ümüz düşüb. Və bu şəkildə biz məlumatları sadəcə olaraq o boş xanaları doldurub OK sıxmaqla yaddaşa verə bilərik və beləliklə də qısa yolla ödəniş edə bilərik. İndi biz qısa yolla etməyəcəyik, uzun yolla edəcəyik. Ona görə save eləmirəm bunu. Keçirəm mən uzun yola. Uzun yolumuz nədir? Qaydırıq geri burada funksiya panelına, burada gəlirik nəyə? Biz dedik ki, kassaya əgər ödəniş isə məxaric xəzinə orderini seçmək lazımdır və buradan seçib əlavə etmək düyməsindən ödəniş etməlisiniz və həmin ödənişləri seçməlisiniz ki, kimə ödəniş edirsiniz. Məsəl üçün, tədarükçüdürsə, biz indi bildiyimiz kimi Samsung bizim tədarükçümüzdür, tədarükçü ilə edirsiniz. Yox, indi biz dedik ki, gəlin bank hesabına ödəniş edək. Ona görə banka daxil olursunuz, bank menyusuna və burada hesablaşma hesabdan xaric olmanı klikləyirik və belə bir menyu açılır və əlavə etməyi sıxırıq və yenidən eyni sualı verir ki, bu pul hara gedir? Biz deyirik ki, tədarükçü ödəniş edirik. Əgər başqa əməliyyat etsə, məsəl üçün əmək haqqının köçürülməsi və s. kimi onları seçmək lazımdır. İndi biz ödəniş edirik deyə mal satana, yəni tədarükçü. Ona görə bunu seçməliyik və OK-yə sıxırıq və belə bir pəncərə açılır. Görürük ki, avtomatik ödənişdən fərqli ondan ibarətdir ki, burada demək olar ki, məlumat yoxdur. Sadəcə olaraq bizim təşkilatımız var və təşkilatımızın bank hesabı var. Qalan bütün əməliyyatları özümüz əllə doldurmalıyıq. İlk öncə gəlin tariximizi dəyişək. Tariximiz bildir ki, ayın yanvarın 10-unda almışıq. Ona görə seçirik 01-10-2025. Qeyd etdiyim kimi, yenə də qeyd edirəm ki, məndə birinci ay gəlir, sonra gün. Ona görə 01-10 seçdim. Daha sonra gəlir ikinci hissəyə burada daxil olan nömrə. Daxil olan nömrədəki invoice-un, yəni faktura nömrəsidir. Bizim fakturamızın nömrəsidəki ayın gününə biz təyin etmişdik, tarixə uyğun ki, yadımızda qalsın 01-10-2025. Yenə də qeyd edirəm ki, bu özü veriləcək. Həmin o nömrəni yazmaq lazımdır. Sənəd üzərində nədirsə onu yazmalısınız. Sonra gəlir invoice-un nömrəsi, yəni faktura nömrəsi. Nə vaxt Samsung sizə faktura göndərib və onu nə vaxt hissəyə qəbul etmişsiniz, onu yazmalısınız. Bunu 01-10-2025 yazmışdıq. Və daha sonra gəlir alan tərəf. Alan tərəf kim idi? Buradan üst düyməni sıxırıq və gəlirik öz papkamızı tapırıq, cash flow-nu. Klikləyirik və alış kontragenlərinə giririk. Çünki Samsungumuz alışdır, yəni mal satandır. Onu klikləməklə görürük ki, avtomatik olaraq məlumatlar doldu. Yəni alanın hesabı özü düşdü, müqaviləsi özü düşdü. Yenə də qeyd edirəm ki, əgər müqaviləni səhv yazsaydı, tədarükçü ilə yox, alış müqaviləsi yazsaydı, o zamanı burada düşməyəcəkdi. Ona da diqqət etmək lazımdır. Sonra nəyi seçməlisiniz? Sonra burada borcun ödənilməsi var ki, bu avtomatikdir, yəni özü avtomatik ödəniləcək, yəni bank hesabından silinəcək. Sonra gəlir ƏDV. Əgər biz ƏDV ilə almışıqsa, mütləq şəkildə bu ƏDV-ni qeyd etmək lazımdır. Hansı faizlə alıbsınızsa, onu qeyd edin. 18%-dirsə 18 ilə qeyd edin, 0%-dirsə 0, ƏDV-sizdirsə ƏDV-siz. Biz indi 18% ilə almışıq, ona görə onu qeyd edirik. Və bura yazma ehtiyac varmı? Yoxdur. Niyə? Çünki bura biz məbləği yazan kimi avtomatik olaraq birisi hesablayacaq. Gəlin baxaq. 5000-i yazırıq. 5000-i yazıb kursorumuzu keçirdən kimi görürük avtomatik olaraq ƏDV-miz düşdü. Və yenə də burada ƏDV-ni istəsəz biz ƏDV depozit hesabımızdan silsin. Bunu klikləyirsiniz və ƏDV depozit hesabınızda əgər pul varsa, debitor tərəfinə ödəniş olunubsa, o zamanı bu pul 762 manat 71 qəpik oradan silinəcək. Yox, əgər yoxdursa, o zamanı 223-dən silinəcək. Burada uçot hesabına baxsaz, görürsünüz ki, 223-dür və bunu klikləsəz, görürsünüz ki, 224 də var burada. Amma biz bunu seçə bilmərik. Niyə? Çünki bu bizə mal satana ödənişdir. Biz bunu ƏDV ödənişi etmirik. Bu valyuta, misal üçün, əgər Azərbaycan manatını Azərbaycan ərazisində eləyirsinizsə, 01-i seçməlisiniz. Əgər 223-21-i seçsəz, o zamanı xaricdən mal alan zamanıdır. Yəni dollar və s. kimi olarsa. Bizdə ölkə ərazisindədir deyə
0,1-i seçirik və olduğu kimi qalır. Onu dəyişməyə ehtiyac yoxdur. Əsas məsələ buradakıdır, yəni buradakı hesabları düzgün yazmaq lazımdır. Biz dedik ki, bizim Samsungumuz kreditordur, yəni biz ondan mal almışıq, o bizə mal satan hesab olunur. Ona görə də biz 531-imizi yazırıq və Enter-i sıxan kimi belə bir məlumat çıxır. Birincisi məlumat odur ki, burada biz özünü seçə bilmərik. Mütləq 0,1 ilə subkontur ilə seçməliyik. Ona görə bizim subkonturumuz 0,1-dir ki, bu manatlandır. Gördüyümüz kimi burada da məlumat yazıb bizə ki, manatla olan, yəni ölkə daxilində olan yerli satıcıdır bu. Əgər xarici satıcıdırsa, yəni Samsung öz vətənindədirsə, o zamanı bu 21-i seçməlisiniz. Amma indi təsəvvür edək ki, filial Azərbaycandadır bu Samsung və biz oradan almışıq. Ona görə də biz 0,1-i seçirik və bildiyimiz kimi 531 varsa, yanında avans hesabı olaraq 243 gəlir və yenə Enter-i sıxan kimi yenidən qısa avanslı gəlir. Qısa avanslı 0,1-i seçməliyik, çünki orada qeyd olunan kimi manatla almışıq. Yox, əgər dollar, avro ilə və yaxud da başqa bir valyuta ilə almışıqsa, 21-i seçməlisiniz. Həmişə yadınızda saxlayın ki, subkontur 2 ilə başlayırsa, deməli o ölkə xaricində olan əməliyyatlardır. Biz də indi ölkə daxilidir deyə 0,1-i seçirik. Və ən əsas məsələ pul vəsaiti hərəkət maddəsidir. Qeyd etdiyim kimi, bunu mütləq yazmaq lazımdır. Və bunun üçün 3 düyməni sıxırıq və biz indi burada papkada yaratmışıq. Əgər yoxdursa, burada papka işarəsindən klikləyirsiniz, öz şirkətinizi yaradırsınız ki, səliqəli olsun və əlavə etməyi sıxaraq yenidən yarada bilərsiniz. İndi biz kəşfloya daxil olaq. Burada kreditor borcları var. Kreditor borcları, misal üçün biz ödəniş etmişik, hələ ki debitor yaratmamışıq. Əgər istəsək, burada debitor üçün əlavə etməni sıxaraq burada yaza bilərik ki, misal üçün debitor borcları. Və burada da misal üçün hər hansı bir şəxslərə və ödəniş eləyəndə də bunu seçməliyik. İndi bizdə kreditordur deyə kreditoru 2 dəfə klikləməklə seçirik. Yəni biz göstəririk ki, bizim pulumuz hara gedəcək və elə bir ona açıqlama veririk. Bundan sonra bura misal üçün ödəniş təyinatını gördüyümüz kimi avtomatik olaraq düşdü, müqavilə nömrəsi və o məbləği, sonra onun ƏDV faizi yadır. İstəsəz bura şirkətin də adını yaza bilərsiniz ki, məsələn Samsunga ödəniş olunub. Bilək ki, Samsung tərəfindən aparılan ödəniş təyinatıdır. Bank çıxarışına burada kliklənib ki, çünki bizim bütün bu əməliyyatlarımız avtomatik olaraq bank hesabımızdan siləcək. Düzdür, indi hal-hazırda bu formal xarakterli siləcək, amma gələcəkdə o avtomatik olaraq ödənişlər edilir, yəni bildirişlər olunur. Və məsuliyyətli şəxsimiz də ki, bizim administratorumuzdur. Əgər istəsəz yeni əlavə etmək, ona əlavə edə bilərsiniz və həmin şəxsi burada yarada bilərsiniz. İndi hal-hazırda bizim işçi yaratmamışıq deyə kadr. Ona görə bu hələ ki bu administratorumuz qalsın. Şərh hissəsində də istəsəz buradakı olan məlumatları, yəni ödəniş təyinatlarını seçib, kopyalayıb bura şərh hissəsinə də klikləyə bilərsiniz, yəni yapışdıra bilərsiniz. Və indi bir də var siyahı hissəsi. Siyahı hissəsi nədir? Siyahı hissəsini klikləsək bizə belə bu formada görünəcək. Yəni nələr etmişik, nə formada, yəni burada ödəniş hissəsini göstəriləcək, hesab sənədini, hesablaşma sənədini daha doğrusu və s. kimi. Bunu klikləsək bu şəkildə göstərəcək. Biz indi bu şəkildə göstərməsi daha rahatdır, nəinki digəri. Ona görə borcun bu formada artıq bütün məlumatlarımızı biz doldurduq. Əgər istəsəniz ki, misal üçün alanın hesabını birdən ola bilər ki, sizə alanın hesabı dedi ki, mən də Paşa Bank deyil, siz onu başqasına göndərin. Amma biz misal üçün kontrolgen yaradanda Samsung Paşa'yı yaratmışıq. O zaman ona heç bir problem etmirsiniz. Sadəcə 3 klikləyirsiniz, əlavə etməni sıxırsınız və yenidən bank hesabı yaradırsınız və ondan sonra həmin o bankı seçərək ona daxil edirsiniz. Yəni həmin banka göndəriş edirsiniz. Və beləliklə artıq biz hər bir məlumatımızı doldurduq və heç bir əlavə məlumata ehtiyac olmadığına görə OK düyməsini sıxa bilər və qeydiyyata sala bilərik. Və yaxud da ki, yox, əgər misal üçün invoice tarixidir, yəni faktura nömrəsinidir və yaxud da tarixini dəqiq bilmirik, ödəniş tarixini bilmiriksə, o zaman yazmaq sıxmaqla özümüzə müddət verə bilərik, dəqiqləşdirdikdən sonra yenidən yaddaşa verə bilərik və yaxud da ki, ümumiyyətlə ləğv edə bilərik bağlamaqla.
İndi biz gəlin qısa yolla, yəni bu ox işarəsi olandan yaddaşa verək. Yaddaşa verən kimi gəlin DTK-sına baxaq, görək necə düşdü. Görürük ki, artıq avtomatik olaraq bizdə ödəniş olundu. Yəni 223-ümüzdən pul çıxdı və bu avtomatik olaraq 4237 manat 29 qəpiyini kreditor borcu ödədi, amma 224-dən isə bizim ƏDV-miz ödənildi. Gəlin indi biz bunu saldomuzda baxaq, görək necə olacaq bu. Saldomuzda baxsaq, görürük ki, burada biz əvvəlcə gəlin kreditor borcumuza baxaq. Kreditor borcumuzda görürük ki, avtomatik olaraq bizim 5000 borcumuz var idi və həmin o borcumuz ödənildi. Yəni kreditor tərəfində 5000 var idi və debit tərəfinə yazıldı 5000 və o dövriyyə sonunda heç bir borcumuz qalmadı. Və 223-ümüzdə də baxsaq, görürük ki, bizim 223-ümüzdə də 35.000 balansımızda var idisə, onun 4237 manat 29 qəpiyin ödənilib, 30.762 manat 71 qəpiyimiz isə hələ ki qalıb son dövriyyəmizdə. Amma burada görürük ki, qırmızı ilə göstərir. Bu səhvcimiz səhv deyil. Sadəcə olaraq qeyd etdiyim kimi bizim hələ ki depozit hesabımızda, ƏDV depozit hesabımızda pul olmadığına görə, yəni biz satış etmədiyimizə görə burada qırmızı göstərir. Əgər burada bizim debit hissəmizdə pul olardısa, o zamanı avtomatik olaraq oradan çıxacaqdı və sonda nə qədər depozit hesabımızda pul var idisə, onu göstərəcəkdi. Və indi bu şəkildə istəsəz, əgər bu şəkildə edə bilərsiniz. Yox, əgər sizin hələ ki depozit hesabınız yoxdursa, o zamanı geri qayıdırsınız və həmin o geri qayıtdıqdan sonra bu kliki götürürsünüz. Bu quş işarəsi, yəni bu kliki götürdük və istəyirik ki, artıq 223-dən ödənsin və yenidən olaraq OK düyməsini sıxırıq və yenidən formalaşdırmanı sıxsaq, görürük ki, avtomatik olaraq bizim həmin o 5000-imiz tam şəkildə 223-dən silindi. Yəni 35.000-dən 5000 silindi, qaldı yerdə 30.000. Bu əlbəttə ki, lazımdırmı? Onu əslində deyərdim, tövsiyə edərdim ki, 224-də saxlayın. Çünki bilirsiniz ki, 224-ü biz pulumuz ora dövlət tərəfindən qaytarılsa da biz onu heç cür qaytarılma edə bilmərik. Yəni çıxardıb xərcləyə bilmərik o pulu. Ancaq o ƏDV əvəzləşdirilməsində istifadə edə bilərik. Ona görə də həmin o depozitdə pul varsa, onu mütləq şəkildə ora yönəldib, oradan əvəzləşdirilmə aparılmalıdır. Yoxdursa, əgər o zamanı 223-dən və yaxud da kassadan ödəniş edə bilərsiniz.